bütçəni talan edirlər. Anlaya bilmirik. Xahiş edirik ki, əlaqədar qurumlar bununla bağlı tədbir gözləyir. Bakı şəhər Türkan qəsəbə sakinləri korrupsiya halının qarşısının alınmasını tələb edirlər. Media TV Azmedia qrupuna müraciət edən Vüqar Əmirov bildirir ki, qəsəbə sakinləri və iş adamları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin inşa etdiyi avtomobil yolunun tikintisindən narazıdırlar. Şikayətçilər iddia edirlər, yolun tikintisi zamanı agentlik yeyintiyə yol verib. Əmirov Vüqara təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Gördüğünüz gibi bu Höfsan yolu eni 6 metre, 7 metredir ama diğer yolun enliliği 9-10 metredir. Ne sebepten bunu əlaqədar qurumlar özləri bilir ki, ne sebeptendir bu piyade yolunu 2 tane düzeldirler ama Balağdan yol 10 metredir. Burada 2 tane piyade yolu koyurlar, yol burada azalıb. Burada qəzaların sayı isə bu olmayacaq. Ona görə də xahiş edirik qəsəbə sakini kimi ki, vətəndaş olaraq xahiş edirik ki, bu yola diqqət ayırsınlar. Buradan bu qəzaların qarşısını alsınlar. Burada qəzalar olacaq. Kritik əlaqədar qurumlar da bununla bağlı hərəkətə keçməlidir məncə. Azad Yol Servisinin əməkdaşları, rəhbərliyi nə səbəbdən bu deməli aeroport yolundan gələn yolu bu kimi görürsünüz yolun enliliyini bu kimi enli yolu Höfsana gedən yolda enli azaldıblar. Ama bu asfalt örtüyü müvəqqətidir. Çünki indi sizlərə biz göstərəcəyik asfalt nə kimi çəkilir. Bu kısa zamanda bu asfalt məhv olub gedəcək. Bu gördüğünüz bu yolda 50 ildən yuxarı idi ki asfalt çəkilmişdi. Sağ olsunlar ki bunu asfalt örtüyü ilə təmin edirlər. Amma çox təəssüf ki Azad Yol Servisinin əməkdaşları bunu lazımı kimi çəkmirlər. Baxın bu 1-2-3 tane burada gördüğünüz baldurlar sınıb, dağılıb, bunlar değişilmeyip, bunların işleri hele bundan bilinir. Hele gördüğünüz gibi yol hele çekilip tamamlanmayıp, kısa mesafe çekilip Türkan qəsəbəsində ama bakın, bu baldurlar sınıb artık indidən dağılır. Bura bakın, bu nə kimi doğrudur deyə bilmərəm. Zəhmət olmasa buranı çəkin. Asfalt bu çəksə. Gördüğünüz bu asfaltdan sedan başından necə keçər? Bunu necə çəkiblər bu asfaltı? Az olsun ki asfalt çəkilir, bütçəni talan edirlər. Anlaya bilmirik. Xahiş edirik ki, əlaqədar qurumlar bununla bağlı tədbir görsün. Xəzər rayon Türkan qəsəbəsində gördüğünüz bu obyektin karşısıdır. Obyektin sahipkarı bura öz cibindən vəsait koyub 5000'e yakın. Ama çok təəssüf edirəm ki, bu günləri bu mərkəzi yolu asfaltlaşdıranda bura nə asfalt örtüyü ilə təmin olunub, nə bura gördüyünüz daşlardan düzülür. Çok yağmurçuluk vəziyyət burada baş alıb gedir. Vətəndaş müraciət etsə də belə müraciətlərə əsassız qalır və bildirirlər ki bu belə olmalıdır. Bizə rəhbərlikdən belə göstəriş verilir. Biz qəsəbə sakini olaraq, Türkan qəsəbə sakini olaraq sesimizi Cənab Prezidentimizə çatdırmaq istəyirik və inanırıq ki, Cənab Prezidentimiz bununla bağlı dərhal göstərişlər verəcək. Çünki Cənab Prezidentimiz hər zaman çıxışlarında bildirir, mənə siqnal verin. Biz də Xəzər rayon Türkan qəsəbəsindən Cənab Prezidentimizə siqnal veririk ki, Cənab Prezidentimiz bu günləri sağ olun, təşəkkür edirik ki, Türkan qəsəbəsində asfalt çəkilir. Amma çox təəssüf ki, baxın, daş qoyulu bura, sınıq salxaq, bunu değişməyiblər. Hələ asfalt çəkilib, qurtarmayıb, bu gündədir. Bu yol, bu vəziyyətdə
biabırçılıq vəziyyətdə. Xahiş edirik ki, bununla bağlı göstəriş verəsiniz. Və Azəryol Servisinin əməkdaşları, rəhbərliyi buna bir tədbir görsünlər.